Allah Teala müşriklərin o vaxtı la ilahe illallahı qəbul eləməyənlərin halını bizə Quran-ı Kərimdə deyir. Allah Teala buyurur ki, əcəaləl əlihətə iləhən vahidə. Müşriklər deyirlər ki, o bizim ilahlarımızı bir dənə ilah eləmək istəyir. Yəni eyni şey bu gün də belədir. Bəli, bəli. Eyni şey bu gün də. Bu günləri insanları tövhidə çağıran, insanları la ilahe illallah'a çağıran nə qədər adlar qoşulur. Bəli, bəli, bəli. Çünki pirlər əldən gedir. Bəli, bəli. Qəbirlər əldən gedir. Bəli, nə bilim ibadətgahlar, Allahdan qeyri ibadət olunan yerlər əldən bəli. gedir. Yəni insanlar artıq birbaşa Allaha ibadət edirlər. Yəni pirlərə, qəbirlərə getməyəcək. Bəli, bəli. Onlar Allah Teala onların halını xəbər elədi Muhammed sallallahu əleyhi və səlləm. Dedilər ki, onlar sənə deyəcək ki, əcəaləl əlihətə iləhən vahidə. Bu bizim bu ilahlarımızı bir dənə ilah eləmək istəyir. Bəli. İnnə həzə ləşeyun ucab. Bu nə təəccüblü şeydir. Onlar başa düşdülər la ilahe illallah nədir? Lakin qəbul etmədilər. Bu gün də deyirsən Allaha ibadət eləmək lazım. Deyir bizim imamlarımız necə biz indi ata-babadan belə görmüşük. Və Allah Teala zaman gedirdi qəbir üstünə, qəbirdən başlayırdılar. Orada Quranda ayə var. Allah Teala buyurur ki, onlara la ilahe illallah deyən zaman təkəbbürlü göstərərlər. Və deyərlər ki, biz bir şairin və ya dəlinin sözünə görə atalarımızın ibadət etdiyini tərk edəymi? Subhanallah. Eyni tarix qayıdır. Tarix eynidir. Sən nəyin dəvətçisənsə, onun xeyri gələcək sənə. Və ona gələn zərər gələcək sənə. Sən dinin dəvətçisənsə, Allahın dəvətçisənsə, ola bilər sənə sözlə, baxışla əziyyət olsun, lakin müsəlman, gərək bu kəlməni deyən adam, gərək bu kəlməyə dəvət edən adam, peyğəmbərlər səbr eləyən kimi səbr etsin. Ona görə də Allah Teala Quran-ı Kərimdə deyir ki, necə əzəmətli peyğəmbər səbr etmişdi, peyğəmbərlər səbr etmişdi. Ey Muhammed, necə əzəmətli peyğəmbərlər səbr etmişdi, sən də səbr elə. Çünki peyğəmbər sallallahu əleyhi və səlləm bəşər idi, insan idi. Yəni bu kəlməyə dəvət edəni qarşıda imtahanların gözləməsi labüddür. Allah Teala buyurur ki, siz imtahanlar gəlməmiş, siz imtahanlara qəriq olmamış, la ilahe illallah və iman etdiyi deməklə cənnətə düşməyinizi düşünürsünüz. Sizi və sizdən öncəkiləri imtahan etdiyimiz kimi, daha doğrusu sizdən öncəkiləri imtahan etdiyimiz kimi sizi də imtahan edəcəyik. Və həmçinin bilmək lazımdır ki, la ilahe illallah Allah Taala'nın şahid durduğu bir kəlmədir. Və mələklərinin şahid gətirdiyi bir kəlmədir və alimləri şahid gətirdiyi bir kəlmədir. Allah Teala buyurur ki, şəhidallahu ennehu la ilahe illahu vel melaike və ulul ilm qaimen bil qist la ilahe illahu vel azizul hakim. Allah Teala buyurur ki, Allah da şahiddir. Mələklər də şahiddir. Və yer üzərində elm adamları da şahiddir ki, la ilahe illahu, ondan başqa ilah yox.